Bəli, biz tok sözünü aydınlıq gətirə bilmədim. İndi ona qəlbimə vardım. İndi onu yenidən. Hərdən belə olur. Mən özüm üçün deyirəm. Təzədən qaydanda görürəm ki, yox, mən nəyisə düz demədim. Burada o aydınlıq gəlir. Bax, belə bir şeydir. Mənim də indi insanam, özümə məxsus, güya deyim ki, bir heç kim özünə məxsus deyil. İndi hərdən elə bilirəm ki, mən deyirəm, amma dönəndə deyirəm, bən niyə bu işin axırı olmadı, qəlb deyirsən, mən işitdim ki, belə şakalar da olur qəlbdə. Yəni özün düdürdüyə get dediyinin dalından, bax, belə şeylər də olub məndə. Elə indi də hərdən olur belə bir şey, yəni sırf qəlbi dinləmək lazımdır. Bax, belə, qəlb nə istəsə onu etmək lazımdır. Belə. Əgər İsa kimi qəlbinin səsini dinləyə bilsən, heç İsa qəlbinin səsini dinləyə bilsəydi, o yəqin ki, dar ağacından asılmazdı, o da qeybi dinləyib, qeybi. Dinləyə bilsən, varlığın əksini sən özündə görəcəksən. O, İsaqda dediyimi mən demirəm, qəlb deyir. Əgər mənim kimi fələyə aldanmasan, məna meydanında top oynadarsan. Yəni, bunu mən bayaqlarım yanlış anlattım. Məna meydanında top oynadarsan. Yəni, sənin qarşında kimsə söz deməyə qalxa bilməz. Meydan sənin olar. Bu anlama gəlir. Yəni, təbii ki, o bayaq göstərdiklərim ki, dini təbliğ edirlər, çadıranın üstünlük verirlər, hamısı cəfəngiyat. Əsas insanın qəlbi pak və ləkəsiz olmalıdır. Allahın yanında ən gözəl ibadət budur. O qədər. Bunlar hamısı sadəcə zahirən o necə deyir, İncildə deyir ki, uydurma dindarlıq insanı zahirən hikmətli göstərir. Yəni o əbalardır, o əmmalardır, o çadralardır, onları zahirən hikmətli göstərir. Amma onlar ağızlarını açanda, çığırıb bağıranda, nifrətlər tökəndə artıq o din yolunda deyil ki. Dini, imanı aydın olan insan lənət yağdırmaz. Gərək bunu qəlbdən bu hökmü alasan. Əgər bunu ala bilməmisənsə, sən uydurma dinin yolundasın. O qədər boş söhbətdir. Din nifrət sevmir. Din lənət sevmir. Din qarğış sevmir. Bunlar dinə zidd fikirlərdir. Əgər sənin dilində sənə o çadranı örtməyə, bax, mənə görürsünüz, fikir oturmuşam evdə. Mən bunu havada da gedib gəzə deyə bilərdim. Gördünüz, mənə zapret elədilər, getdim, oldum evimdə. Çünki bu zamanın hökmü budur. Sənə də hökm edirlər, get otur öyündə, oxuma. Mən oxumadım, institut bitirmədim, uşaqlarımı oxutmadım, ölmədim ki. Sən də ölməzsən, qorxma. Ruzi verən Allahdır. Bax, budur cavab. Belə. Zəfər məqsədidir tutduğun bayraq. Görürsünüz, mən deyirəm, bunun sonu zəfərdir. Bunun sonu müjdədir, xoş xəbərdir. Bunu mən dedim, bunu da Əhmədin sinəsindən götürürük. Zəfər məqsədidir tutduğun bayraq, iqbal qələminin ucundadır. Bir bax, görürsünüz, bu yazılar iqbaldan danışır, zəfərdən danışır. Burada kəsmə yazmaq yoxdur. Heç kimə burada sadəcə acı deyilməlidir ki, insan o çirkabdan yolsun, təmizlənsin. Yoxsa mən deməsəm, sən nədən biləcəksən ki, sən hansı səhvin yolundasan, hansı günahın yolundasan, hansı səhvdən səndə bu xəstəlik doğulur, hansı səhvdən səndə uğursuzluq olur, hansı səhvdən sən maşın qəzasına gəlirsən, hansı səhvdən sən qəbrə tez gedirsən, bunları öyrənmək lazımdır. Bunları öyrənməsə insan necə sağlam ruha sahib ola bilər? Heç cürə. Ona görə bu hökmlərə hər kəs səcdəyə gələcəkdir.
İndi quyruq bulayanlar çoxdur. Çünki onların əlindən, fələyin əlindən vlast alınır. Fələ gözü vermək istəmir hələ Kristosunu. Görürsünüz, hələ süründürür mən. Ki, daha kimdən oynayacaq, kimin başını oynayacaq da, haqq dünyası qurulandan sonra o kimə nə edə bilər ki? Heç də haqq dünyasında hamı öz yolu ilə gedəcək. Bax, görürsünüz, bu cəmaatı mən niyə qınayım ki? Deyirəm, afərədi, bu kreslonu ver, çıx get də, çıx get, qoy cəmaat insan kimi yaşasın. Görürsünüz, hələ də vermiş, hələ də görürsünüz, hələ deyir, danış. Danışaq da, görə indi buna da. O sələmçilər üstümə hücum çəkəndə deyirdim, ay başı, ay anam, ay canım gözüm, vallahi buna nöqtə qoyulur. Hansı əsərə, bax beləcə də deyirdim. Onda mən oxumamışdım ki, deyirdim, hansı əsərə nöqtə qoyulmayıb, hansı dastana nöqtə qoyulmayıb, hansı ilə əsrə nöqtə qoyulmayıb, buna da nöqtə qoyulacaq. İcazə verin, nəfəs alın, mən satıb verəcəm sizin pulunuz. Kimə deyirsən? Vəhşi, o nətər deyim, o qurtlar kimi üstümə elə cumurdular ki, evdə belə nəfəs almağa belə mənə imkan vermirdilər. Buyur. Sonu nə oldu? Kimə aydınlıq, kimə necə deyərləri, o rüsvayçılıq oldu. Pul üçün elədin də, pul üçün insanı tapdaladın, insanın duyğularını əzdin, insanın hisslərini parçaladın, döydün, vurdun, kəsdin. Hara qədər getdi? Bax, hara qədər addımladı. Qazandığın davada, dərmanda, iynədə. Budur qazancı. Amma sevabın olsaydı, insana bir nəfəs verməyə zaman versəydi, gözəl-gözəl satılıb sənin pulun veriləcəkdi. Sən məni birinci səfər tanımırsan ki, sən bilirsən ki, mən əhdi kəstimsə, ona sadiqəm. Sənin için xarabdır deyə, Allah sənin için o xarab olmasa, çürük meyvə olmasa onu mənə deməyəcəkdilər. Bu ağaçda meyvə də çürükdür, insanın içi də çürükdür. Bunu da Allah belə yaradı. Mənim nə işimə qalıb? Beləcə də İncildə deyilir ki, mənim sözlərimə iman gətirməyən ağacda çürük meyvəyə bənzər. Necə ki, o çürük qurumuş budaqları kəsirlər, ateşə atırlar, yandırırlar. Yəni iman gətirməyənlər beləcə kəsilib ateşə atacaqlar. Kim də ki o ateşə atılanların yanında öyünərsə, mənəm deyərsə, bax o da elə onların ardınca gedəcək. Burada acı deyilə bilər, amma kimsəni qınamaq olmaz. Bu insan həm mənə zülüm verir, həm pulumu yiyir, həm canımı üzür, həm də deyir, mən ağıllıyım. Sən başın işləmir. Gitsin sən başın işləsin, məsləhətini işləyir. Mən səni nə qınamıram, nə danlamıram, nə yaxınına gəlmirəm, nə də yaxınıma bıraxmıram. De get, vızılda özün üçün o, nədir o, kamar kimi, ağca qanad kimi. Belə bir ağca qanadı da Allah yaratmayıb. Mən elə səni ona bənzədirəm. Nə qədər istəyirsən vızılda, ged otur önündə. O qədər. Belə insanlar da var mənim üçün həyatda. Belə insanlar sadəcə həyatda say artırıblar. O qədər. Onlar o ayaqdakı, qolun altındakı, üzdəki tük kimidir. Ülgüşdədin yerə tökdün, bir də pırtlayıb çıxırlar. Belə insanlar say artırır sadəcə. O da üzvü deyil mi? Tük də insanın bədənindən yaranmır. Bax, belə bir şey. O qədər. Təbii ki, mən qınamıram, amma onlar bundandır. O qədər. Bir də İqbal qələminin ucundadır. Bax, bu tufan çölünün Nuhu rəhbəri sənsən. Bu tələ çölündə qalib, müzəffər sənsən. Hər kəsi görürsünüz, bir tələyə atır. İndi burada bir adam var, ona da tələyə çöldən, biyabandan tələyə atacaq. Bax, burada bu oğlan var. Bu oğlanın adı nədir? Əkbər Qoşalı. İndi bilmirəm, bu şairdir mi, yoxsa yazıcıdır mı? Bax, nəsə ondandır. İkisindən biri. İctimai Siyasi Şöbənin müdiri Azərbaycan Atatürk Məktəbi. Bu insan məndə, təbii ki, Nurema Qəlbinurda dostluqda deyil. Odur ki, biz onu aşağı salırıq və də Nurema Gəncəlini çıxardırıq. Görürsünüz, bu mənim dostluğumdadır, Druzya.
Bu Əkbərlə mənim çox uzun illər bundan öncə söhbətim oldu. Bilmirəm, bunun səhifəsinə təsadüfən Allahın əmri ilə girdim və də ki, bu Əkbər gördüm ki, belə bir fikir irəli sürmüşdü. Harasa gediblər, hardansa torpaq gətiriblər, bu torpağı müqəddəs adlandırıblar və də harasa bu torpağı töküblər. Mən də dedim ki, o torpaq da onun müqəddəs ola bilməz. Müqəddəs olan insandır və onun da hikməti kəlamdadır. Yəni, bu boş söhbətdir. Təbii ki, bu mənim sözümdən incidi, amma mən onu incitmək niyyəti ilə demədim. Sadəcə hikmət yoluna dəvət etdim və o bunu anlamadı. Nələrsə yazdı, bu mənim yaddaşımda deyil. Yekə ağızlıdırlar bunlar, çox yüksək elə deyirlər, yığılırlar, deyirlər, yığılırlar, türk, mürk, xülasə ki, bunlar mənlik deyil. Mən ona da qandırdım ki, gəl dinlə bu hikmətlərdən. Təbii ki, onlar öz dediklərindən, əl çəkmədilər öz dediklərindən. Yaxşı yox, bu torpaq deyil, müqəddəs olan insandır. Torpaq üçün özünü öldürmək, torpaq üçün özünü çürütmək ağılsızlıqdır. O qədər. Vətən dünyadır və o Allaha aiddir, o heç kimin deyil. Ona görə də havaydan özünüzü torpaq deyil, məhv etməyin. Budur. Mən bilmirəm, mənə əziz olan bir insan var, bəlkə də elə bu torpaq deyib şeirlərində yazır. Adını çəkməyəcəm, amma mənim üçün çox əziz bir insandır o. Bəlkə də elə ona görə ona nəsə olub, bilmirəm, mən hələ araşdırır. O haqda araşdırmaq keçməmişəm, təbii ki, onun bu incə nöqtələrinə dəyməmişəm, amma insanlığı deyir, torpağı tutmaq, ermənini söymək, ermənidən çox sənin öz içində qan soran, qan içən, anasına sataşan, bacısına sataşan, nə bilim, qardaş arvadına sataşan, qonşuya sataşan, öz qızını türməyə atan, öz xalqının, akademikinin arvadını türməyə atan, öz xanımlarını zəhərləyib öldürən, bu ermənidir, bu da ermənidən törəyəndir sadəcə, bunu deyək. Qınamayaq, günaha batmayaq, o da Allahın işidir, amma acılar deyilməlidir. Bir də ki, bu tufan çölünün Nuhu rəhbəri sənsən, bu tələ çölündə qalib müzəffərsən. Sən görürsünüz, qıvrım saçın o zəncirinlə bir insanları necə tora atır burada. Allah Teala özü, mən deyil. Mən kiməm ki? Bu qıvrım saçlıya sən xor baxma. Yəni siz bu qıvrım saçlıya xor baxmayın. Çünki nə qədər xor baxsanız, o qədər cəzanız artıq olacaq. Nə qədər iman gətirsəniz, o qədər mükafatınız olacaq. Bax, bu deməkdir o. Düz, bu tələ çölündə qalib müzəffər sənsən. O, mən incidə bir dəfə oxumuşdum ki, İsa'nın Allah olduğuna iman gətirəndən başqa kim dünyaya qalib gələr? Yüksək səslə deyirəm, mən inanıram, amma inanmağa nə verirlər? Onu inanmaq üçün onu sübut edib ortaya getirmək lazımdır. Buyurun. Bax, bu sübutlar lazımdır ki, hikmətlər lazımdır ki, ortaya gətirib qoyub sübut edəsən. Bunu da mən mi etdim? Deyil, bu da Rəbbin işidir. O qədər. Bu tələ çölündə qalib müzəffər sənsən. Düzlüyün, igidliyin, düzlüyün, cəsarətin, yaxşı mən kişi deyil, amma igid olan. Düzlüyün, cəsarətin, hökmüranlığın əslən bir də ki, mənanın mərkəzi sənsən. Yəni görürsünüz, bütün mənalar qadına, sənəmə, pəriyə, dilbərə, bax, hamısı ona istinad edir. Görürsünüz. Bir də ki, mənanın mərkəzi sənsən, yəni qadınsan. Kimsə bu geniş meydanda hələ yetməmişdir murada, sən tək söz ilə. Bunu düz deyirdi. Kim bu meydanda bax belə bu qədər
ətraflı o doğru yolu göstərə bilib. Heç kim. Hamı elə Nizami Cəfərov kimi Sədnik Paşa demişdir, neynəsə yazıq bitki çörəyini qazanır da. Get qazan adam. Dilçisən, filosofsan. Sən məğlubsan, o qədər. Yetməmişdir murada sən tək söz ilə. Ətir saçandır qələmin, sir açan. Gəl mənim də nazımı çək bircə an. Sən bu mənalara bir diqqət yetir. Qoy sən ləyaqətdə olsun hər bir insan. Görürsünüz, mən deyirəm ki, mən hər bir insanı sevgi, insanlıq sevgisinin içərisində görmək istəyirəm. Mən həyatı sevinç, sevgi, məhəbbət üzərində qurulmasını istəyirəm. Bu qədər, başqa sizdən bir şey istəmirəm ki. Dədənizə söymürəm, ananıza söymürəm. Səhv deyilməlidir ki, insan yulsun, paklansın. Mən sizdən insanlıq sevgisi, sayğısı, hörməti, mərhəməti, ədaləti, mürvəti, bax bunları istəyirəm. Başqa istəyim yoxdur sizdən. Buna 1000 yox, 1.000.000% əmin olun. Başqa istəyim yoxdur. Sizdən deyil, bu mənim istəyim Allahdandır. Sizinlə mənim nə işim var? Bunu Allah versə verəcək, verməsə verməyəcək. İstəsə verər təbii ki, istəməsə də ki, yenə məsləhətinə şükür. Biraz da sürünərik, nə olacaq ki? Qoy sən ləyaqətdə olsun hər bir insan. Hörmət o demək deyil ki, sən əyləşəsən, hər kəs sənə hörmət etsin. Hörmət odur ki, sən hörmət edirsən və bu cür insanların çox olmağını istəyirsən və sonra bəhrəsini dərib yeyirsən. Bunun mükafatı böyükdür. Bu hörmət amma yaltaqlıqdan uzaq olmalıdır. Yaltaqlıq varsa bu hörməti anlamaz o kəs. Yaltaq da olmasa mənə deməyəcəklər yaltaq. Gərək yaltaq da olsun ki, yaltaq ona deyilsin. Bu qədər. Qeybdən Musaya möcüzə verən sənə də böyüklük vermişdir həmən. Bu ad verilməmişdir sənə bir səbəb. Haqqın timsalıdır, gücün həm qüvvən. Varlığın ən yüksək nümunəsisən, niyəsiz, necəsiz bu yazı da sənsən. Mən dedim ki, sizə Allaha hərfdən başqa nişan yoxdur və kəlam Allahın nəzdində olmuşdur. Həmin sözdürmü? Görürsünüz. Niyəsiz, necəsiz bu yazı da sənsən. Sənsən haqq zatının adı, ünvanı, səndədir müqəddəs ruh. Gəl artıq özünü tanı. Bax, bundan sonra mən özümü necə tanımaya bilərdim? Müqəddəs ruh, görürsünüz, Quran deyir, biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Ziya Bünyatov deyir ki, tarixi şəxsiyyət də deyildir. Buyurun, görürsünüz, fərqə baxın, bilgiyə baxın. Bax, bunu demək istəyir ki, müdriklərin sinəsini məhv etdi, alimlərin də ağlını ləğv etdi. Budur, özü çıxdı ortaya. Allahın özü müqəddəs ruh. Səni həqiqəti axtaran insan. Bu incə sözlərə üz çevir bir an. Olsun şadlıq evi sənin yurt yuvan. Əminamanlıqda olsun qoy elin oban. Arzum budur ki, o gün gəlib çatanda olsun əhvədi də bu xoş məkanda. İnşallah əhvədi. Bu qədər. Əhvədi də